Mən də Yəni bugün istəmirəm sən o 2 asıb ay ərzində soyunmaqla başqaları, bəziləri kimi, asıb soyunmaqla, özünü göstərməklə yəni gündəmə gəlsin. Niyə elə tərs-tərs baxırsan? yanındakılar hansı böyük sənət əsəri ilə gündəmə gəlib ki? Hansı kimlər deyirsən sən? Belə istəyir dostumuz nəfəs olsun. Hansı böyük əsər oxuyublar ki? Hamısı geyimi ilə, fotosessiya oynamağı ilə gündəmə Yox, xeyr, sən gəliblər. nəfəsini... Bir də sizin duel, Sən nəfəs dostum nəfəsinin deyir. ikilinə baxsan, görərsən, onun geyiminə hətta çoxları başlayırlar ki, bu niyə belə geyinir, niyə belə qapalı, niyə belə Niyə də zövqsüz olmaz? geyinir? Action, niyə görə Zövq xalq nəyə artistləri, deyirsiniz? Yox, bir dəqiqə. niyə xalq artistləri giyinəndə açıq-saçıq olar, tanınmamış siması Onu mən sənə olmaz? sual vermək istəyirəm. Mənə vermə, özümə Mən sənə ver. sual vermək istəyirəm. Onlara ver. Onlarla mən üz-üzə gəlmirəm. Gözəl Göyçək xanımdır. Səhnədə qısa geyimi ilə nə olar ki? Səncə geyim namus, qiriyyət göstəricisini? Baxın, deyir, bir xanımın geyimi onun kişisinin qeyrətinin göstəricisi. Onun kişisini, siz onların kişilər deyirsiniz. Yox, mən başqa bilmirəm. Sən deyirsən ki, Ulan hərəsinin öz kişisi var, maşallah. Xanımın geyiminin göstərişinin göstəricisi kişinin qeyrətindən xəbər verir. Kişinin səliqəsi qadının səliqəsindən, səhmanından xəbər verir. Bu özələ aid olan şeydir, bunu qoydum bir tərəfə. Amma qalıq səhnə olaraq mən yenə deyirəm, mən heç kimə deyə bilmərəm ki, sən qısa geyinmə, asıq geyinmə. Mən deyirəm, mən belə görmək istəyərəm. Action, Azərbaycan mediasında və cəmaət arasında belə bir söz yayılır ki, əslində mənim üçün də